Salam. Bu dərsimizdə çoxədillər, polinomlar mövzusuna toxunuruq. Biraz mövzu izah verəcəm sizə çox sadə formada. Sonra çalışma həllərinə baxarıq. Tapşırıqları həll eləyə bölməni öyrənmək olur. Bilirəm, biraz problemli bölmədir. Amma çox misal həll elədikcə bölmə bizim üçün sadələşir. Birinci əsas qaydalarına baxaq. Ümumiyyətlə çoxədli deyəndə yazılış qaydasına baxaq. Px bərabərdir an x üstü n, an çıx 1, x üstü n çıx 1, ax, a0, x üstü 0 şəklində qəlemimiz biraz verilir. Çoxədlinin dərəcəsi, yəqin ki bilirik, sadə formada çoxədlilər üzərində əməlləri bilirik. Əmsalları cəmin istəsə bizdən x-lərin yerinə 1 yazıb həll edirik. Çoxədlinin əmsalları cəmin. Sərbəst hədd istəsə x-lərin yerinə 0 yazmaqla sərbəst həddi tapa bilirik. Başqa bizdən istəyir cüt dərəcəli əmsalların cəmi. Əgər cüt dərəcəli əmsalların cəmi istəyirsə, onda x yerinə 1 yazaram. Bir dəfə də x-in yerinə -1 yazıb toplayıb 2-yə bölərəm. Bu cüt dərəcədə əmsalların cəmi deməkdir. Tək dərəcədə əmsalların cəmini istəsə, onda x-in yerinə yenə 1 yazıram, x-in yerinə -1 yazıram, cavabların çıxıb 2-yə bölürəm. Bu da tək dərəcəli əmsalların cəmi deməkdir. Deməli, sərbəst desə x-dən yerinə 0 yazırıq, əmsalların cəmi desə x-dən yerinə 1 yazırıq, cüt dərəcədə əmsalların cəmi desə x-in yerinə 1, -1 yazıb toplayıb 2-yə bölürük. Tək dərəcə əmsalların cəmi desə, çıxıb 2-yə bölürük. Polinom əslində 3 formada ola bilir. Yəni, belə deyək, sabit, 0, özür istəyirəm, nəsə yazışlarım pis olur, 0, bir də bərabər. Sabit nədir? Sabit çoxədil. Px bərabər a. Vəssalam. Dərəcə 0-dur. Dərəcə 0. Sabit çoxədildə. 0 çoxədildə. Px bərabər 0. Burada dərəcə necə desə daha doğru olar, bilinmir desəkmi? Çünki bax belədir də, 0 vur x üstü 4 də ola bilər, bu 0 deməkdir. 0 vur x üstü 5 də ola bilər, 0 deməkdir və s. Bərabər dedikdirsə, tutaq ki, 2 dənə çoxədlim var. Bir çoxədlim 2x kvadratı üstə 5x-dir. Digər çoxədlim ax kvadratı üstə bx-dir. Əgər bunlar bir-birinə bərabərdirsə, onda eyni dərəcəli x kvadratı a bərabər 2 olur, b də bərabər 5 olur. Bərabər çoxədli də bu şəkildə olur. Sonra bəzi tapşırıqlar var ki, px böl qx bərabər bx üzərində yazdım qalıq. Qalığımız varsa, bilirik ki, px bərabərdir qx bölən vur qismət. Üzərinə də qalığı əlavə eləyirik. Bu qaydadan çox istifadə eləyəcəyik. Misal həllərinə baxaq. Çoxədləri misal həll eləyə öyrənmək olur. Bəzi misalların izahına baxaq. Belə bir misal var. Nisbətən sadələrdən başlayırıq. Px çoxədlisi var. 4x kvadratı çıx 5x üstə 1 şəklində verib. Deyir ki, bu çoxədlini x çıx 3-ə böldükdə alınan qalığı tap. Əgər x çıx 3-ə bölünəndə alınan qalığı istəyirsə, qayda budur. X çıx 3-ü bərabər 0 yazırıq. X olur 3 və P3-ü hesablamış oluruq. P3, x-lərin yerinə 3 yazıb hesablayıram. 4 vur 3-ün kvadratı, 5 vur 3 üstə 1. 4 vur 9, 15 üstə 1, 36 çıx 15 üstə 1. Bu da bizə verir 22-ni. Deməli, qalığımız oldu 22.
Yəni neynədik? Bu çox hədlinin x çıxca böldükdə alınan qalığı bizdən istəyirsə, x çıxca bərabər 0 yazıram. X olur 3 və P3'ü tapmış oluram. Çoxhədlərin bölünmə qaydası var. Gəlin eyni misalı bir çubuqlu bölmə ilə də bölək. Həm qalığı tapaq, həm qisməti tapaq. 4x kvadrat çıx 5x üstə 1-i bölək x çıx 3-ə. Yəni bu şəkildə də tapa bilərik. Burada 4x kvadratı deyə biz x-i 4x kvadratına bərabərləşdirməliyik. Bunun üçün x-i 4x-ə vururuq. 4x-i x-ə vuranda 4x-in kvadratı, 4x-i 3-ə vuranda 12x. Çıxırıq. 4x kvadratdan 4x kvadratdan çıxdıq 0. Mənfi 5 çıx mənfi 12. Olur 7x üstə 1-i də düşürtdük aşağı. Yenə x-i 7x-ə bərabərləşdirmək üçün 7-yə vururuq. 7x çıx 21. Çıxsaq bir-birindən 7x-dən 7x-i 0, 1-dən çıxanda mənfi 21-i 22. Bu qayda ilə də qalığımızın 22 olduğunu görərik. Yəni burada 4x kvadrat çıx 5x üstə 1 bərabərdir. X çıxıcı vuraram 4x üstə 7-yə, üzərinə 22-ni əlavə eləyərəm. Başqa bir izaha baxaq. Belə bir çoxhədli verilib. P 2x çıx 1 bərabərdir. 3x kvadratı çıx 4x üstə 1. Bizə deyir ki, P0'ı tapaq. P0'ı tapmaq üçün birinci baxmalıyıq. Biz x yerine nə yazsaq 0 olar. Ona görə yazıram. 2x çıx 1 bərabər 0. 2x 1, x oldu 2-də 1. Deməli, mən P0'ı tapmaq üçün x-lərin yerinə 2-də 1 yazaram. 3 vur, 2-də 1'in kvadratı, 4 vur, 2-də 1, üstə 1. 3 vur, 4'də 1, çıx, 4 ilə 2 ixtisar getdi, 2 üstə 1, 4'də 3, çıx 1, mənfi 4'də 1. Deməli, P0 istəyirsə, 2x çıx 1-i bərabər 0 yazmaqla tapırıq ki, x-in yerinə biz neçə yazmalıyıq. Və yaxud, deyər ki, bizə P1'i tap. P1'i tap deyirsə, yenə 2x çıx 1-i bərabər 1 yazaram. Buradan x-i 1 tapmış olaram. Vəssalam. Deməli, P1'i tapmaq üçün x-lərin yerinə 1 yazaram. 3 vur 1'in kvadratı, 4 vur 1, üstə 1. 0. Bu şəkildə. Başqa bir məsələ baxaq. Belə bir çoxhədlimiz var. P 2x üstə 10. Bizdən sərbəst həddi istəyir. 10'dur bu. Başqa bir çoxhədli verib. P 2x çıx 1 bərabərdir. 3x kvadratı çıx 4x üstə 1. Sərbəst hədd deyirsəm, biz x-in yerinə 0 yazmalıyıq. Onda bu şəkildə düşər. P 2 vur 0 üstə 10. Yəni P 10. 2x çıx 1'i 10'a bərabər yazsam, 2x bərabər 11, x də oldu 5,5. Biraz mən də hesabımı böyük edəcək, çünki elədə də yazdım ki, biraz mürəkkəb alındı. Yəni x-lərin yerinə 5,5 yazıb hesablayaram. Hesabını yazmadım. Başqa bir misala baxaq. Və belə bir misal var. Px bərabərdir. X kubu çıx 3x kvadratı üstə 3x üstə 4. Bizə deyir ki, bu çoxhədini x çıx 3-cü dərəcədən kök altı 6 çıx 1. Bu çoxhədliyə böldükdə alınan qalığı tap. Burada nə edərik? Əvvəla baxaram ki, bu çoxhədini bu şəkildə sadələşdirə bilərəm. X kubu çıx 3x kvadratı üstə 3x üzərinə 1'i çıxsam, A çıx B-nin kubu şəklinə gələr.
onda 1 əlavə eləyərəm. Olar x çıx 1-in kubu üzərinə 5 əlavə elədim. Çox ədlimi bu şəkildə sadələşdirdim. Bu ifadədən x-i taparam. X bərabərdir, bərabər 0 yazarım. 3-cü dərəcədən 6 çıx 1. Gətirib çox ədlimdə x-in yerinə 3-cü dərəcədən 6, üzr istəyirəm, bu çıx 1-dir, keçəndə olacaq üstə gəl 1. Üstə gəl 1 yazaram, çıx 1-in kubu, üstə 5. Burada müsbət 1, mənfi 1 islah olundu. 3-cü dərəcədən 6-nın kubu 6, üstə 5. Cavabımız elədi 11. Neynədik? Bu çox ədini verib üzərinə burada 4-dür. Sadələşdirdim. Bu şəkilə gətirdim və burada bərabər 0 yazmaqla x-in qiymətini tapıram. Gətirib çox ədlimdə x-in qiymətin yerinə yazıram. Biraz çox mürəkkəblərini yazmaq istəmirəm indi. Başqa bir polinom. İkinci dərsimizdə daha mürəkkəblərini yazarıq. Yenə belə bir çox ədli verilib bizə. Bizə deyir ki, px-in, üzr istəyirəm, bu p2x-dir. p2x çıx 3 bərabərdir, x kvadrat üstə 2x çıx 3. px-in əmsalları cəmi a, sərbəst həddi b olarsa, a çıx b fərqini tapın. Burada birinci nə edirəm? Nəyə düşünürəm? Əmsalları cəmi deyəndə x-lərin yerinə 1 yazmalıyam. Yəni əmsalları cəmi o demək ki, p1 bərabərdir a-ya. Buradan görürəm ki, 2x çıx 3 1-ə bərabər olmalıdır. 2x çıx 3 bərabər 1-dirsə, 2x bərabər 4-ə, x-i tapırıq 2. X-i tapdıq 2. Deməli, mən burada çox ədlidə x-lərin yerinə 2 yazıram. X-lərin 2 yazında mən P1-i tapmış oluram. P1-də A deməkdir. Yəni, birbaşa A-nın qiymətini tapmış olacam. P1 bərabərdir. 2-nin kvadratı 2 vur 2 çıx 3. Elədir 5. Yəni, buradan bildim ki, A bərabər oldu 5-ə. A-nı 5 tapandan sonra mən artıq B-ni tapmalıyam. B də bizim sərbəst həddir. Sərbəst hədd, yəni P0 bərabərdir B-yə. Bu dəfə 2x çıx 3-ü bərabər 0 yazaram. 2x çıx 3 bərabər 0 olsa, buradan x olur 2-də 3. Yəni, mən çox ədlimdə x-lərin yerinə 2-də 3 yazmaqla b-ni tapmış oluram. 2-də 3-ün kvadratı 2 vur 2-də 3 çıx 3. 4-də 9 üstə 3 çıx 3 bərabər oldu 4-də 9-a. Yəni, b-ni də 4-də 9 tapmış olduq. A-nı da tapdıq, b-ni də tapdıq. Bizdən a çıx b-ni istəyirdi. 5-dən çıxarıq 4-də 9. Bu da 4-ü vurduq 5-ə 20 çıx 9, 4-də 11. Bir də baxaq neynədik? Deməli, əmsallar cəmin a verib. Yəni, p1 bərabərdir a-ya. Buradan 2x çıx 3-ü bərabər 1 yazsam, x-in qiymətini tapıram 2. Deməli, mən çox ədildə x-lərin yerinə 2 yazmalıyam. Və bu P1 olur, P1 də A deməkdir. Bu şəkildə A-nı tapdıq 5. Sonra sərbəst həddi B verib, yəni P0 bərabərdir B-yə. Buradan 2x çıx 3 bərabər 0-a. X-i tapıram 2-də 3. X-lərin yerinə 2-də 3 yazıb hesablasam, B-nin qiymətini tapmış oluram. B-ni də 4-də 9 tapdıq. A çıx B deyir deyə 5-dən 4-də 9-un çıxırıq. Bir neçə sadə suala da baxaq. Bilirəm, izahlar çox uzun olanda baxmağa çox səbir çatmır. Bir dənə biraz mürəkkəb sayıla bilər. Bir misala baxaq. Tutaq ki, A, B daxildir Z-ə. Tam ədədlərdir. Bizə bir dənə belə bir çox ədli verib. Px bərabərdir x-in kubu, a x-in kvadratı, b üstə 10, x üstə 4a. Belə bir px çox ədlim var. Bir dənə də qx çox ədlimiz var. X kvadratı çıx 2ax üstə b.
2 çoxadlı verib. Sonra bizə deyir ki, QX çoxadlərinin çoxadlısının kökləri elə PX-in kökləri ilə çoxdur. Təbii ki, PX-in 3 kökü olacaq. QX-in amma köklərindən, tutaq ki, QX-in kökləri X1 və X2-dir. Bu X1 və X2 elə PX-in də kökləridir. Bir də ki, belə bir şərt verib. P-3 bərabər 0, P-3 fərqli 0, yəni Q-3 fərqli 0. Bu o deməkdir ki, -3 PX-in köküdür. Amma QX-in kökü deyil. Ona görə PX-in bir kökü X1 və X2-dirsə, üçüncü kökü də olur -3. Amma QX-in kökləri X1 və X2-dir. Köklərin cəmi qaydasından istifadə edək. QX-ə baxsaq, X1 üstə X2 bərabərdir köklər cəmi 2A, əks işarə ilə. QX-də köklərin cəmini yazsaq, QX-də belə olur. X1 üstə X2 üstə -3, üçüncü kökü də var axı, bərabərdir A-ya. İşarəni dəyişirik. Bu şəkildə yazandan sonra biz burada X1 üstə X2-nin yerinə 2A yazarıq. 2A üstə -3 bərabər A-ya. Buradan A-nı 3 tapmış oluruq. A-nın qiymətini tapdıq. Bizdən nə istəyirdi? A-nı tapdıq, yəqin ki, B-ni də istəyək, taparıq. A-B hasili. A-nı tapdıq. İndi keçək B-yə. A sual, B sual. B-ni hardan tapa bilərik? A-nı 3 tapandan sonra PX çoxadlısını, bax, PX çoxadlısı bu şəkildə olacaq da. A-nın yerinə 3 yazsam, bir də burada vur, x üstə 3 olacaq. Çünki tənliyin bir kökü də -3'dür. Burada da A-nı 3 tapmışam deyə 4 vur 3, bu elə 12 deməkdir. Yəni sərbəst olur 12. Buradan da mötərizələri açsam, açmıram qısaca. B-ni 3'ə vururam, sərbəst sətdən 3B-dir. 3B bərabər 12, B də olur 4. Biraz kısa yazdım. Bax, niyə bunu x üstü 3'ə vurdum? Çünki QX-in kökləri ilə PX-lə eynidir. Yəni x1, x2 kökü buradan alınırsa, bu PX-lə eynidir. PX-in də əlavə olaraq burada bir kökü var, -3. Ona görə bir də x üstü 3'ə vurdum. Mötərizələri açsam, burada sərbəst sədd 3 vur B alınır. Burada da A-nı yerinə, A-nı nə tapmışdıq? Biz 3 tapmışdıq. A-nı yerinə 3 yazsam, 4 vur 3, 12. Sərbəst sədd oldu 12. Ona görə yazırıq 3B bərabər 12. B də bərabər olur 4'ə. Bu, bayaqçılardan biraz ağır misal idi. Amma təkrar izləməklə başa düşmək olar. Bir dənə də çətin tipli misal həllinə baxaq. Biraz vaxt aparır bunlar, olsun. Çox da çətin olmayan bir çoxadlı da var. PX çoxadlısı var. Bərabərdir. X kvadratı çıx 3. Və QX çoxadlısı var. Bərabərdir 2x üstə A-ya. Bu çətin deyil əslində. Bizə verib PX çıx 1 üstə QX çıx 2 bərabərdir x kvadratı çıx BX üstə 7. Bizə deyir ki, A üstə B cəmini tapın. Düşünürük, nə edə bilərik? PX amma bizdən PX çıx 1 deyirsə, PX çıx 1 artıq x-lərin yerinə x çıx 1 yazmış oluruq. Başa düşmək üçün biraz uzun yazım. PX çıx 1 bu şəkildə olur. X yerinə x çıx 1 yazıram. X çıx 1'in kvadratı çıx 3. Düstur kimi açsaq müxtəsər vurma. 2x üstə 1 çıx 3. Burada da olur x kvadratı çıx 2x çıx 2. Sadələşdirdik. İndi QX çıx 2'ni hesablayaq. Yenə burada QX-də x-in yerinə x çıx 2 yazaram. 2 vur x çıx 2 üstə A. Mötərizəni açsaq 2x çıx 4 üstə A. İndi PX çıx 1 ilə QX çıx 2'ni toplayaram. Yəni PX çıx 1 budur. X kvadrat çıx 2x çıx 2 üstə
2x çıx 2 oldu. 2x çıx 4 üstə a bərabərdir. X kvadratı çıx bx üstə 7-yə. Sadələşdirək. Mənfi 2x müsbət 2x islah olundu. X kvadratı çıx 6 üstə a bərabərdir. X kvadratı çıx 5 bx üstə 7. Biz bayaq bərabər çoxədlərdən danışdıq. Burada x kvadratda əmsalları 1-dir, bir-birinə bərabərdir. Bx, amma burada x yoxdur. Deməli, b 0-a bərabərdir. Gəldik sərbəst həddə. Burada sərbəst həddimiz mənfi 6 üstə a-dır. Digər tərəfdə sərbəst həddimiz 7-dir. A da bərabərdir. 7 ilə 6-nı toplayaram, 13. B-ni də tapdıq, A-nı da tapdıq. Bizdən A üstə B-ni istəyir deyə 0-dan 13 toplayırıq. Cavabımız olur 13. Məncə bu çətin misal deyildi. Biraz hesab tələb eləyən misal idi. Bir də baxaq. Px çıx 1 ilə qx çıx 2-nin cəmin veribsə bizə x-in yerinə x çıx 1 yazırıq. Px çıx 1-i hesablayırıq. X yerinə x çıx 2 yazıb qx çıx 2-ni hesablayırıq. Sonra toplayıb x kvadrat çıx bx üstə 7-yə bərabər yazmaqla həll eləyirik. Bir misala da baxaq. Bir px çoxhədlimiz var. Birinci həddin, yüksək dərəcəli həddin əmsalı 3-dür. Bunu qıraqda qeyd eləyək, qalsın. Yüksək dərəcəli həddin əmsalı 3-dür. Və bu çoxhədli x üstə 2-yə, x çıx 5-ə və x üstə 3-ə tam bölünür. Deməli, bir çoxhədlimiz var. Bu x çıx 2, x çıx 5, x üstə 3-ə tam bölünür. Bizdən deyir ki, P1-i tap. Bu çox rahatdır. Tam bölünürsə qalıq yoxdur. Çoxhədlini birinci yazaq. Px bərabərdir. 3 vur x üstə 2, x çıx 5, x üstə 3. Vəssalam. Çoxhədlimizi yazdıq. Tam bölündüyü üçün qalıq yoxdur. Üzərinə heç nə əlavə eləməyə ehtiyac yoxdur. P1-i deyir deyə x-lərin yerinə 1 yazıb hesablayıram. 1 üstə 2, 1 çıx 5, 1 üstə 3. 3 vur 3, vur mənfi 4, vur müsbət 4. Bu da nə edər? 9 vur mənfi 16, mənfi 145. Bu da nisbətən sadə sual idi. Bir suala da baxaq. Bir çoxhədlimiz var Px və bizə nə yazıb? P mənfi x birinci şərti budur. Bərabərdir mənfi Px-ə. Buradan görürük ki, P mənfi x bərabər mənfi Px-dirsə artıq bu tək olur. Əgər P mənfi x bərabər müsbət Px olsaydı, bu artıq cüt olacaqdır. Bizə deyir 3-cü dərəcədəndir. Yenə bizə deyir ki, birinci yüksək dərəcəli həddin əmsalı 2. İndi mən birinci çoxhədlimi yazmaq istəyirəm. Belə bir şərtdə verib P1 bərabər 7-yə. Bunu da verib P1 bərabər 7, P2-ni tapın. İndi mən çoxhədlini yazmaq istəyirəm. Nə düşünürəm? Px bərabərdir. 3-cü dərəcədir. Yüksək dərəcəli həddin əmsalı 2-dir. 3-cü dərəcə isə 2x-in kubu. İndi mən bunun üzərinə nə əlavə edeyim? Bunun üzərinə x-in kvadratı ilə bağlı heç nə əlavə eləməyəcəm. Çünki tək olmalıdır. Ona görə üzərinə sadəcə bx əlavə edəcəm. X kvadratın əlavə etmədim. Ondan sonra p-lərin yeri, x-lərin yerinə 1 yazanda bərabər 7 alınıb. Buradan b-ni tapa bilərəm. 2 vur, x-in yerinə 1 yazanda 1 üstə b bərabər 7. Buradan b bərabər olur 5-ə. Onda tamamlanır. Px bərabərdir 2x kubu üstə 5x. Sonra burada P2-ni deyir deyə x-lərin yerinə 2 yazıram. 2 vur 2-nin kubu üstə 5 vur 2. 16 üstə 10. Cavab elədi 26.
Bir dənə də mürəkkəb misala baxaq. Yenə px çoxhədlisi verilib. Bu px çoxhədlisini x kvadrat çox 9-a böldükdə qalıq 2x üstə 3 alınır. Demək, px çoxhədlisini x kvadrat çox 9-a böldükdə qalıq 2x üstə 3 alınır. Bir də deyir ki, bizə x üstə 4 vur px çıx 1 çoxhədlisini x üstə 2-yə böldükdə alınan qalığı tap. Qalıq sual. Deməli, nə dedi bizə? Bir diqqətlə baxaq. Px-i x kvadrat çox 9-a böldükdə qalıq 2x üstə 3-ə bərabərdir. X üstə 4 vur px çıx 1-i x üstə 2-yə böləndə qalıq nəyə bərabər olar? Birinci nə edəyərəm? Birinci bilirəm ki, bax, bunu mütləq qeyd edirəm. Px-i böldüm. X kvadratı çox 9-a hansısa bir bx çoxhədlisi alındı. Üzərinə də əlavə eləyirəm 2x üstə 3-ü. Bu qaydanı dərsin əvvəlində yazdım. Qaydamıza uyğun bunu yazırıq. Sonra nə edirik? Buradan qalıq x üstə 2-dir deyə x üstə 2-ni bərabər 0 yazsam x-i taparam mənfi 2. Bu da bizə lazımdır. Sonra buradan, bax, buradan px bərabərdir. Bunu tamamlayaq. Px bərabərdir. X kvadrat çıx 9-u vurmalıyam bx-ə. Üzərinə də əlavə eləməliyəm qalığı. 2x üstə 3-ü bu şəkildə. Üzr istəyirəm, burada uşaqlar toplama gedib. Toplama deyil. Bu şəkildə olur. İndi baxaq bundan sonra nə edirik? Burada bunu 0 etmək üçün x-i yerinə nə yazaram? X-i mənfi 3 götürsəm. Və yaxud da ki, bax, bu da bizə lazım olacaq. X oldu mənfi 2. Burada x-i yerinə mənfi 2 yazsam. Onda nə şəkilə düşür? Mənfi 2-nin üstünə 4, 2-yi vur. X-i yerinə mənfi 2 yazsam, mənfi 2 çıx 1 olur. Mənfi 3. 2p mənfi 3. X üstə 2 bərabər 0 yazdıq. X-i mənfi 2 tapdıq. X-i yerinə mənfi 2 yazanda 2 vur. P mənfi 3. Deməli, mən burada x yerinə mənfi 3 yazsam, bu gedir 0-a. Sonra burada da onda x yerinə mənfi 3 yazaram. 2 vur. Mənfi 3 üstə 3. Mənfi 6 üstə 3 oldu. Mənfi 3. Yəni, mən x yerinə mənfi 3 yazmışamsa, burada da x yerinə mənfi 3 yazmış oluram. Yəni, mən burada p mənfi 3-ü tapmış oldum. P mənfi 3-ü mənfi 3 tapdımsa, olur 2 vur mənfi 3. Bu da eləyir mənfi 6. Biraz qarışıq oldu. Başdan bir də baxaq. Deyir, px-i x kvadrat çıx 9-a böldükdə qalıq 2x üstə 3 alınır. Sonra bizə deyir ki, x üstə 4 vur px çıx 1-i x üstə 2-yə böldükdə qalığı tapın. Tapaq. Necə tapırıq? Burada bilirik ki, px böl x kvadrat çıx 9 bərabərdir hər hansı bir bx çoxhədlisi alınır. Qalığımızda 2x üstə 3-dür. Px bərabərdir x kvadrat çıx 9 vur bx üstə 2x üstə 3. Buradan x üstə 2 qalıqca x üstə 2 bərabər 0 yazanda x olur mənfi 2. X-ləri yenə mənfi 2 yazanda mənfi 2 üstə 4 2 vur p mənfi 3. Deməli, bizə 2 vur p mənfi 3-ü tapmaq lazımdır. X-i yenə mənfi 3 yazaram. Yəni, mən x yerinə mənfi 3 yazıramsa, p mənfi 3-ü tapmış oldum. X-dən yenə də mənfi 3 yazanda, p mənfi 3 bərabər oldu. Elə mənfi 3-ə. Mənə də 2 vur p mənfi 3 lazım idi. 2 vur mənfi 3. Cavabım eləyir mənfi 6. Biraz ağır sual oldu. Amma yenə də diqqətlə baxsaq, başa düşərik. Düzdür, istəyirəm ki, çox səliqəsiz yazdım. Məncə bu qədər izah bəsdir bu günlük. Növbəti videomuzda biraz da mürəkkəb çoxhədlərə aid tapşırıqlar izah edərəm. Sağ olun.